Добрый вечер всем. Şanınız xeyir olsun hər kəsə. Вот его слышно, меня слышно? Onu eşidir, bəs mən eşidirəm, deyir. Ну, значит, это я плохо. Слава Богу. Очень приятно быть здесь. Приятно видеть все родные лица. Və çox gözəldir burada olmaq. Особенно тех, которых давно не видел. Və xüsusən də ki, o kəsləri ki, çoxdandır görməmişəm. Я хочу передать вам привет от нашей маленькой, но международной церкви. Mən istərdim ki, bizim balaca da olsa, amma beynəlxalq kilsəmizdən Называется Хесед и Шалом. Это благодать и мир. salam verin və bu lütf və sülh adlanır bizim kilsəmiz. Мы собираемся по Zoom. Biz Zoom üzərindən yığışırıq Есть люди из Владикавказа, və orada Vladikavkazdan kəslər var, из Баку, Bakıdan imanlılar var, из Алматы, Almatıdan, даже из Камбоджи. Kambodjadan da qoşulanlar var. Кроме этого, есть у нас люди в Хайфе, в Тель-Авиве. Eləcə də bizim Hayfada, Tel-Avivdə adamlarımız vardı. И вот мы живем в том же духе, как и церковь здесь. Biz buradakı kilsə kimi eyni ruhdayıq orada da. Это меня всегда удивляет, что вот пастор, не советуясь со мной, половину моей проповеди рассказал. Mən həmişə buna heyrətə gəlirəm ki, pastor mənlə məsləhət eləmədən artıq mənim vəzimin yarısını etdi. Это прекрасно, Bu gözəldir. потому что мы в одном духе. Çünki biz eyni ruhdayıq. И этот дух, мы просим его, чтобы он благословил бы нас. Və biz bu ruhdan xahiş edirik ki, bizə xeyir dua versin. Благословил бы нас своим присутствием. Bizim huzurumuz, onun huzuruna xeyir dua versin И помазание. və məhz etsin. Господь, Отец наш Небесный, Göylərdəki atamız, спасибо тебе за это собрание. minnətdarıq sənə bu toplantıya görə, Спасибо тебе за церковь, minnətdarıq kilsəyə görə, за каждого человека здесь, burada olan hər bir kəsə görə кого ты приводишь, Господь. və hər kəsi ki, sən bura Для того, gətirib чтобы люди çıxardırsan, слышали от тебя. ki, insanlar səndən eşitsinlər. Благослови и помажь это слово. Xahiş edirik bu kəlama xeyir dua ver, bunu məhz et, səndən xahiş edirik, Говори к нашим сердцам. ürəklərimizə danış. Открывай твою истину. Öz həqiqətini Во bizə имя aç. Иисуса. Аминь. Amin. Я не вижу часов, поэтому если я долго буду разговаривать, не обижайтесь. Mən saatı görmürəm, amma ki, əgər çox danışsam, inciməyin. Однако Господь может вовремя остановить. Lakin Tanrı vaxtında saxlaya bilər. Вчера на нашем собрании я рассказывал про 7 столпов Божьей любви. Dünənləri mən öz toplantımızda 7 Столб. sütun haqqında danışdım. Первое, Бог есть любовь. Birincisi, Tanrı məhəbbətdir. Второе, Бог меня любит. İkincisi, Tanrı məni sevir. Третье, я люблю Бога. Üçüncüsü, mən Tanrını sevirəm. Я люблю себя во Христе. Mən özümü Tanrıda sevirəm. Я люблю церковь. Mən kilsəni sevirəm. Я люблю потерянных. Mən itmişləri sevirəm. И последний, 7 пункт, я люблю жизнь. Yeddinci, sonuncu punkt da bu, mən həyatı sevirəm. И вчера я не успел раскрыть этот пункт. Və dünən mən bu son bəndi açıqlaya bilmədim. А сегодня со мной произошло что-то. Amma bu gün isə mənlə xüsusi bir şey baş verdi. И такое бывает часто. Və çox tez-tez belə olur mənimlə. Я проповедую людям. Mən vəz edirəm insanlara, А потом через короткое время Дух Святой разговаривает со мной. Ты проповедуешь для людей, а сам ты в этом живешь. və sonra isə ruh mənə danışır ki, sən insanlara vəz edirsən, amma sən özün bunda yaşayırsanmı? И вот я хочу проповедовать о том, что я люблю жизнь. Və budur, mən vəz etmək istəyirəm ki, mən həyatı sevirəm. А сам, пока готовился, где только мои мысли не были. Lakin mən özüm hazırlaşarsan ki, fikirlərim hər yerdə idi. А я знаю такую вещь, что если Бог дает послание, Bir şey bilirəm ki, əgər Tanrı kəlamı verirsə,
vəzi verirsə, то Он и дает благодать. onda o lütf də verir. Для того, чтобы мы действительно изменились в соответствии с этим посланием. Ki biz də bu kəlama uyğun olaraq dəyişilə bilək. Я обращаюсь к Богу. Mən Tanrıya müraciət edirəm. Bu günlərə bax mənimlə baş Говорю, verib. Господи, Ты хочешь, чтобы я жил в Твоей любви, Mən deyirəm ki, Tanrı, sən istərdin ki, mən sənin məhəbbətinlə yaşayım. тогда Ты можешь и покрыть, и защитить меня. Onda sən məni örtüb, məni mühafizə də edə bilərsən. И Ты можешь освободить мои мысли, Və mənim fikirlərimi azad edə bilərsən. чтобы я был сконцентрирован на Слове, Ki, mən kəlamda fokuslanmış на olum. Твоем Слове. Sənin kəlamında. И Бог это дал. Və Tanrı da bunu mənə Слава verdi. Богу. Сейчас Şükür я хочу Tanrı'ya. почитать из книги Бытия, 15 глава. İndi mən Yaradılış kitabının 15-ci fəslindən oxumaq У меня было istərdim. прекрасное послание, однако я молился, и Господь предложил мне рассказать что-то другое. Mənim gözəl bir vəz hazırlamışdım, lakin Tanrı mənimlə danışdı və mən dəyişdim. Бытие 15 глава с 1 по 5 стих. Demək 15-ci fəsil Yaradılış kitabı 1-ci bənddən po 15-dir? По 5. Po 5. 1-ci bənddən 5-ci bəndə qədər. После сих происшествий было слово Господа к Аврааму, видение, и сказано: «Не бойся, Авраам, я твой щит, награда твоя весьма велика». Авраам сказал: «Владыка Господи, что ты дашь мне? Я остаюсь бездетный, распорядитель в доме моем, этот Элиезер из Дамаска». И сказал Авраам: «Вот ты не дал мне потомство, и вот домочадец мой, наследник мой». Было слово Господа к нему, и сказано: «Не будет он твоим наследником, но тот, кто произойдет из чресел твоих, будет твоим наследником». Вывел его вон и сказал: «Посмотри на небо, посчитай звезды, если ты можешь счесть их, и столько у тебя будет потомков». 1-ci bənddən oxuyuruq. Bir müddət sonra İbrahima görüntüdə Rəbbin bu sözü nazil oldu. Ey İbrahim, qorxma, sənin qalxanın mənəm. Mükafatın çox böyük olacaq. İbrahim dedi: Ey Xudavənd Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur. Evimin sahibi bu Dəməşqli Elizar olacaq. İbrahim sözünə davam etdi. Sən mənə övlad vermədiyin üçün evimin nökəri mənim varisim olacaq. Ona Rəbbin bu sözü nazil oldu. O sənin varisin olmayacaq. Öz belindən gələn övladın sənin varisin olacaq. Rəbb onu bayıra çıxarıb dedi: Göyə bax, oradakı ulduzları saya bilərsənmi? Say. Yenə dedi: Nəslin o qədər olacaq. Спасибо. В Бытие 12 главе мы читаем о том, что Бог предложил Аврааму оставить свое родство и идти в землю, куда Бог его поведет. Və biz 12-ci fəsildə Yaradılış kitabını görürük ki, Tanrı İbrahimə dedi ki, öz evini tərk et və mən sənə deyəcəyim yerə get. Бог обещал ему защиту, покрытие, благословение. Tanrı ona müdafiə, örtük, xeyir-dua söz vermişdi. И Бог верен своим обещаниям, Он дал то, что обещал. Və Tanrı da öz sözündə sədaqətlidir. Dediyini o etdi. Он уже достаточно немолодой человек, Və artıq İbrahim çox da gənc deyil. ему 85 лет. Onun 80 yaşı var. Однако, Lakin что мы прочитаем? biz necə ki oxuyuruq, Что он живет в этой земле как своей. o bu torpaqda bir öz torpağında kimi yaşayır, Он богатый человек. varlı kəsdir. Бог обещал защиту, покрытие дает. Tanrı ona örtük və müdafiə söz vermişdi və verir də. Он обещал благословение, дает. Tanrı ona xeyir duanı söz vermişdi, verir də. Перед этим в 14 главе мы читаем, что пришли враги, напали на Содом Гоморру, захватили в плен Лота. Və bundan bir fəsil öncə 14-cü fəsildə oxuyuruq ki, düşmənlər gəldilər və Sodom və Hamoru tuttular. Orada da onun qardaşı Lot var idi. И Авраам
Və İbrahim Достаточно сильный человек. Он берет своих друзей, он там собирает больше 300 человек, 317. Они нападают на 5 царей и забирают его. və budur İbrahimin ordu düzəldir 350 nəfər. 317. 317. Və hücum edirlər və o 5 padşaha qələbə çalırlar. Вау. Авраам, а что тебе İbrahim, не хватает? sənə nə çatışmırdı? Бог обеспечил тебя всем. Tanrı səni hər şeylə təmin etmişdir. Радуйся. Sevin. Что хочет Бог, чтобы мы радовались? Tanrı nə istəyir? Ki biz sevinək. Авраам говорит 15:1, я твой щит, награда твоя весьма велика. Və İbrahim 15-ci fəslin 1-ci bəndində deyilir, mən sənin mühafizənəm, sənin mükafatın böyükdür. Я смотрю на это. Авраам находится в шатре. Və mən buna baxıram və İbrahim çadırdadır, Он вздыхает. onun üçün çətindir orada Владыка, Господи, что ты дашь мне? və deyir ki, ya Rəbb, mənə nə verəcəksən? У меня все есть. Hər şeyim var Я mənim. богатый человек. Mən varlı kəsəm, Наследника у меня нет. mənim bir varisim yoxdur. Кому я все это отдам? Kimə verərəm bunların hamısını? Он говорит о том, что жизнь прожита даром. O demək istəyir ki, mən həyatı boşuna yaşadım. И здесь то слово, которое мне очень понравилось. Və burada bir söz var ki, mənim çox xoşuma gəlir. Бог говорит, выйди из шатра. Və Tanrı deyir ki, çıx inan bu Я çadırından. просто как бывший турист все это представляю. Mən bir əvvəlki köhnədən olan turist kimi bunu təsəvvür edirəm özümə. Посмотри на звезды. Və bax inan bu ulduzlara. Что это означает? Bu nə deməkdir? И как мы читаем у Иова в 38 главе. Və Əyyubun kitabının 38-ci fəslində necə biz oxuyuruq bunu? А где ты был, когда я сотворил небо и землю? Yazılır ki, sən haradaydın o zaman ki, mən göyləri və yeri yaratdım? Бог предлагает, ну посмотри на величие Бога. Və Tanrı demək istəyir ki, Tanrının möhtəşəmliyinə bir bax. Сколько вот ты видишь звезд, сосчитай, сосчитай. Столько у тебя будет наследников. Bir saygilə bu Atom. ulduzlara, gördüyün ulduzları saygilə gör. Bax, sənin övladların o qədər olacaq. Что хочет Бог? Və Tanrı nə istəyir? Чтобы мы верили. Чтобы мы верили. Ki biz iman edək. Чтобы мы надеялись на Бога. Ki biz Tanrıya ümid edək. Авраам поверил Господу, и он вменил ему это правило. Və Tanrıya iman etdi İbrahim və bu ona salihlik kimi sayıldı. 8-й псалом. 8-ci məzmur. И здесь его написал потомок Авраама. Onu İbrahimin nəslindən olan övladlarından yazıb, Давид. Davud yazıb. Молодой парень, пастушок. Gənc bir çoban Ночью он где-то в поле со своими овцами. gecə vaxtı öz quzuları ilə bir yerdə, çöllükdədir. 8-й псалом, 4-5 стих. 4-cü, 5-ci bəndlər. Когда, взирая на небеса Твои, дело Твоих перстов, на луну и звезды, которые Ты поставил, то что есть человек, что Ты помнишь его, и сын человеческий, что Ты посещаешь его? Azərbaycan dilini tərcümədə 3-cü, 4-cü bəndlər. Əllərinin işi olan göyləri, öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm. İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən? Вот это пример верующего человека. Bu imanlı insanın nümunəsidir. Позже об этом апостол Павел пишет Римлянам 1 главе. Sonra isə biz görürük ki, bu haqda mühəbbari Pavel Romalılara məktubda yazır. Посмотри на творение Божье. Yazır ki, Tanrının yaratdıqlarına bir bax. Когда ты посмотришь на творение Божье, ты увидишь, что Бог прекрасен. Sən bu yaradılışlara baxanda görəcəksən ki, Tanrı möhtəşəmdir. Вот я вчера говорил о красоте цветов, Mən dünənləri güllərin gözəlliyi haqqında danışırdım. о вкусе разных плодов ягод.
Meyvələrin müxtəlif dadları haqqında danışdım. А если посмотреть, ну, например, на плавающую медузу, у нас там есть они. Məsəl üçün, baxırsan o dənizdə üzən meduzaya, Господи, если так творчески ты все создал, то каков сам Творец? ya Rəbb, əgər sən bunların hamısını bu cür gözəl, möhtəşəm bir şəkildə yaratmısansa, gör, yaradan özü necə də И ты möhtəşəmdir радуешься. və sən sevinirsən. Несколько лет назад я просто сфотографировал, февраль месяц у нас прекраснейшее время. Və bir neçə il öncə mən şəkil çəkmişdim. Əslində fevral bizə çox gözəl Я bir mövsümdür сфотографировал, как цветет апельсиновое дерево. və çəkmişdim ki, necə apelsin ağacı çiçəklənir. И вот, не знаю современную фамилию, я прислал фотографию Светы Калашниковой. Və mən Sveta Hacıyevanın şəklini çəkmişdim. И она пишет: Göndərmişdim ona. Hə. пастор Роман, да вы в раю живете. Və o yazmışdı ki, pastor Roman, siz cənnətdə yaşayırsınız. Вот с нашей старой квартиры, когда я проповедовал, через окно хорошо было видно часть горы Кармель. Və bizim qaldığımız evdə pəncərədən Кармель. Karmel dağı gözəl görünür И я всегда радовался. və mən hər zaman da sevinirdim. Как можно, смотря на творение, увидеть Творца? Necə də mümkündür ki, yaradılışa baxaraq yaradanı tanımaq? Насколько он прекрасен. Nə dərəcədə o gözəldir? Я немножко вернусь к Аврааму. Mən bir balaca yenidən İbrahimə qayıdacağam. У Авраама, у Бога была цель для жизни Авраама. Və İbrahimin həyatı üçün Allahın məqsədi var idi. Он должен был стать отцом многих народов O, çoxlu xalqların atası olmalı idi и отцом веры. və imanın atası olmalı idi. Представьте себе, что сейчас 3 авраамические религии, самые громадные. Təsəvvür edin ki, hal-hazırda ən böyük 3 İbrahim nəslinə malik olan bir dinlər vardı. И теоретически верят в единого живого Бога. Teoretik olaraq, nəzəri olaraq onlar Верят в единого живого Бога. yeganə, canlı Allaha iman edirlər. Авраам, ты живешь по вере, İbrahim, sən imanla yaşayırsan, радуйся. sevin. Живи полной жизнью Tam həyatını yaşa и научи этому своих детей. və öz övladlarını da buna öyrət. Интересно, что сказал Господь Иисус Иоанна 14:27. Yəhya 14:27-də maraqlı ki, nə yazılır? Мир оставляю вам, мой мир даю вам, не так, как мир дает. İsa deyir ki, sizə sülhümü qoyum gedirəm, dünyanın qoyduğu sülh kimi vermirəm. Что хочет Бог? Tanrı nə etmək istəyir? Чтобы мы жили. Ki, biz yaşayaq. Бог хочет, чтобы мы радовались. Tanrı istəyir ki, biz sevinək. Вы знаете, мы действительно являемся свидетелями Бога. Və əslində də biz Tanrının şahidləriyik. Много раз в своей жизни я слышал такое слово, когда люди говорили, верующий идет. Və həyatımda çox vaxt eşitmişəm bu ifadəni ki, deyirlər, imanlı gəlir. Важно это или нет? Bu vacibdir, yoxsa yox? Для каждого. Hər kəs üçün. Мы просто прославляем Бога своей жизнью. Biz Tanrını öz həyatımızla При izzətləndiririk. одном условии. Bir şərt А daxilində. условие такое. Şərtsə belədir. А ты сам живешь или страдаешь? Sən özün yaşayırsan, yoxsa əziyyət çəkirsən? Мы сегодня очень хорошую проповедь от пастора Александра послушали. Biz bu gün gözəl bir vəz eşitdik pastor Elşəndən. Живи в присутствии Бога. Tanrının huzurunda yaşa. Бывают номинальные верующие, Nominal imanlılar var. которые, во время серьезной нужды или раз в год на праздник придут в церковь. O kəslər ki, bir böyük ehtiyaca düşəndə və yaxud da ildə bir dəfə bayram günü kilsəyə gələrlər. А чему учит нас Писание? Lakin kəlam bizi nəyə öyrədir? Живи с Богом каждый день.
Tanrı ilə hər gün yaşa. Вот послание Ефесянам, 2 глава, Efeslərə məktubun 2-ci fəsli, 6 стих. 6-cı bəndi. Я прочитаю чуть позже. Bunu bir balaca sonra Я oxuyacağam. помню то время, это был 92 год. Mən 90-cı illəri xatırlayıram. Достаточно сложный для жизни в мире. Dünya üzrə çox çətin bir yaşam dövrü idi. И вдруг мы узнали Бога. Və birdən biz Tanrını tanıdıq. Что-то в нас произошло. Və bizdə nəsə baş verdi. Произошло такое, как будто двери перед нами открылись, мы вошли в Царствие Божие. Sanki qabağımızda qapılar açıldı və biz Allahın padşahlığına daxil olduq. Из серого, нудного мир превратился в яркий, разноцветный, красивый. Bu boz, rəngsiz bir həyatdan çiçəklənmiş, rəngli bir yerə keçdik. Я помню, иду я с пастором, тогда еще не пастором Маратом, моим другом по бульвару. Mən o zaman pastor Maratla o vaxt Ya o sadəcə mənim dostum idi И Marat. он мне Bulvarda показывает gedirik. какое-то вот такое колючее дерево. O mənə belə bir tikanlı bir ağac göstərir. Но он же художник. O ki rəssamdır. Правда, он никогда не признавался в этом. Lakin o bunu heç vaxt boynuna almayıb. И говорит, посмотри, как красиво. Deyirdi ki, bax gör nə gözəldir. А я на него посмотрел. Со временем я научился видеть эту красоту. Və vaxt keçdikcə mən bu gözəlliyi görməyə başladım. Если мы живем с Богом. Əgər biz Tanrı ilə yaşayırıqsa, Однажды такое короткое свидетельство. belə bir qısa şəhadət. Идем мы с завода в библейский институт. Biz zavoddan Bibliya institutuna gedirik И кто-то спросил, куда идете? və kimsə bizdən soruşdu, hara gedirsiniz? Я говорю, домой идем. Mən dedim ki, evə gedirik. Потому что это стало нашим домом. Çünki ora artıq bizim evimizə Аэль çevrilmişdi. Гаргасан. Аэль Гаргасан. Я помню этого человека, он первый подошел ко мне в церковь. Və mən xatırlayıram ki, İlqar ilk dəfə mənə kilsədə yaxınlaşdı. Когда я еще только был первый день. Mənim hələ bir ilk günüm И idi я всегда ему это напоминаю. və hər zaman da ona xatırladıram. Потому что это оставило след в моей жизни. Çünki o mənim həyatımda bir Мы- iz saxladı. Ворвались в Царствие Божье. Biz Allahın padşahlığına daxil olduq. Ефесянам 2:6, что написано, Он воскресил нас с Ним и посадил на небесах во Христе Иисусе. Efeslərə 2:6 yazılıb ki, Allah bizi Məsih İsa'da onunla birlikdə dirildib səmada oturtdu. Где? Harada? Кого? Kimi? Меня? Məni. Когда пастор Владислав подошел ко мне на улицу, сказал, Бог тебя любит, O zaman ki, pastor Vladislav mənə yaxınlaşdı küçədə, dedi ki, Tanrı səni sevir. я спросил, за что? Mən dedim ki, niyə görə? За что меня любить-то? Нет, Что там Андрей. хорошего можно найти? Məndə nə yaxşı şey tapa bilər ki? Даже o? он смутился, он сказал, что Бог всех любит. Və hətta o da bundan biraz çaşdı və dedi ki, Tanrı hər kəs sevir. Однако сейчас я знаю, Lakin indi mən что Бог anlayıram, любил во мне. Tanrı məndə nəyi sevirdi? Нового человека. Yeni Но insanı. еще не было этого нового человека. Hələ bu yeni А insan он yox уже idi. знает твое сердце. Amma o artıq sənin Он ürəyini знает, bilir. что он в тебе сотворил, в тебя вложил, в тебя O artıq сотворил. bilir ki, səni yaradanda sənin daxilinə nə qoyub. Вспомним лучший буклет пастора Стивенса. Və Pastor Stevenson Bu gözəl bir bukletlərindən birini позвольте xatırladım. любить вас. Və o yazılır ki, Tanrıya icazə verin ki, sizi sevsin. В детстве я не добрал две вещи. Uşaqlıqda Две вещи не добрал. iki şeyi etməmişəm Это любовь и конфет. və əldə etməmişəm. Yəni, məhəbbət və konfet. Отца не было, мать была очень строгая женщина. Anam çox ciddi idi, atam yox idi. И вот, когда я uznал, что Бог меня любит, Və o zaman ki, mən anladım, Tanrı məni sevir. была у нас одна женщина, пожилая женщина, Bizdə bir yaşlı xanım vardı и она мне сказала, Бог тебя любит. və o mənə dedi ki, Tanrı səni sevir. И мне это так коснулось. Və bu mənə elə Я toxundu говорю, ki, скажи еще раз.
Mən dedim, yenə də Скажи deyim. еще раз. Yenə də deyim. Скажи еще раз. Yenə də deyim. Много лет это было моим посланием. Və bu neçə illər boyunca mənim vəzim Я oldu. подходил к каждому человеку и говорил, Бог вас любит. Və mən hər kəsə yaxınlaşıb deyirdim ki, Tanrı səni Я sevir. помню, что на заводе я был электриком, каждый день куда-то посылали в другом месте. Və mən zavodda işləyərkən elektrik idim və məni müxtəlif yerlərə И göndərirdilər. вот я с утра уже стою в метро, темно, лампочек не хватает, читаю, наполняюсь его жизнью. Və budur, səhər tezdən metrodayam, alaqaranlıqda onun kəlamını oxuyuram. Я прихожу в какое-то место на заводе, и там человек с такой опущенный весь. Və budur, gəlirəm zavodda bir yerə, orada insan qaşqabağa sallanıb И я yerlə. передаю великую новость, Господь тебя любит. Və mən ona böyük bir müjdəni ötürürəm ki, Tanrı У səni sevir. некоторых лица открывается улыбка. Bəzilərinin üzü gülməyə başlayır. Мы можем передавать жизнь. Biz həyat gətirə bilərik. Есть условия. Şərt var burada. Однажды Bir dəfə на 8 километре 8-ci kilometrdə с Михаилом Фокиным, тогда еще не пастором, o zaman Mikhail Fokinlə hələ pastor değildi. идем мы на евангелизацию. Biz müjdəçiliyə gedirik. Я такой опущенный, Və budur, mən belə halsızam, грустный. kədərliyəm. И я думаю, ну вот сейчас попадется человек, Fikirləşirəm ki, indi bir kəs düşər gələr qabağıma. приведем его ко Христу Onu Tanrıya gətirərik. и сделаем таким же, как я. Onu da mənim kimi edərik. А что мы можем передать? Вот какой ты, Biz axı такой ты передаешь. Nəyi ötürə bilərik? Mən kiməmsə onu da ötürəcəyəm. Вот на пастор Саиб посмотри. Pastor sahibi bax. Мой друг. Mənim dostumdur. Свидетельство. Bir şəhadət. Однажды захожу я в цех, Bir dəfə mən kilsəyə daxil oluram. а там был энергетический цех, но не помню. В общем, работает десяток станков. Работает десяток станков. Emalxanaya daxil oluram və orada görürəm ki, bir neçə dənə dəzgah И çalışır. мой друг на другой конец завода, на другой конец цеха там что-то кричит. Və görürəm ki, mənim dostum zavodun bu başından o başından nəsə qışqırır. Я так вздохнул, Və mən belə dərindən nəfəs aldım, помолился dua etdim и пошел. və getdim. Следующий день подхожу я к этому месту, Və növbəti gün gəlirəm həmin yerə, подходит ко мне мой друг, dostum yaxınlaşır mənə такой сокрушенный, və belə bax sınıqlı и говорит, Рома, я изменился, я кричать перестал. və deyir ki, Roman, mən dəyişildim, mən artıq qışqırmıram. Вот это было место сокрушения для меня. Və bu mənim üçün olan bir sınıqlıq Потому yeri что ты idi. можешь долго молиться. А да, один раз помолился, один раз что такое. Sən çoxlu dua edə bilərsən, amma ya da bir dəfə dua edə bilərsən И такие изменения və произошли. belə dəyişikliklər ola bilər. Я уже забыл полностью свое послание, Mən vəzimi artıq но unutmuşam. постараюсь все-таки к нему вернуться. Çalışacağım ki, ona qayıdın. Мы передаем людям то, какие мы есть. Biz insanlara kimi isə onu ötürməyə çalışırıq. А какой ты сегодня? Amma sən bugün kimsən? Какой ты Necəsən? сейчас? Necəsən sən indi? Наслаждаешься ли ты жизнью? Sən həyatdan ləzzət alırsanmı? Или ты такой, как вот я про себя раньше говорил, пришибленный пыльным углом, мешком из-за угла, если сможешь перевести. Это сложно перевести. Однако, кто-то меня понял. Amma ki, mənə başa düşənlər oldu bu. А притча 23 глава 7 стих говорит, какие мысли у тебя, такой и ты. Və məsələlərdə yazılıb ki, fikirlərin necədirsə, sən də eləsən. Что важно? Nədir vacib olan? О чем ты думаешь? Sən nə haqda düşünürsən? Чем ты наполнен? Sən nə ilə dolmusan? Это выражает то, как ты есть. Və bu sənin kim olduğunu təzahür А edir. ты можешь сегодня быть в мире, или ты можешь быть в Иисусе Христе. Bugün sən dünyada və ya da İsa Məsihdə ola bilərsən. И если ты в мире, ты можешь быть радостным или полностью опечаленным.
Dünyada olaraq sən ya tam sevincli, ya tam kədərli ola bilərsən. Чем человек живет? İnsan nə ilə yaşayır? Проблем хватает у всех. Hər kəsin problemi kifayət qədərdir. Здоровье, финансы, Sağlamlıq, maliyyə, работа, iş, семья, ailə, взаимоотношения с соседями, qonşularla olan подрастающие münasibətlər, дети, yeni böyüyən övladlar, эмоции различные. Muhtelif emosiyalar. Кто-то тебя обидел, kimsə sənin xətrinə dəyib, ты разгневан. sən qəzəblisən, Каков ты сейчас? indi sən necəsən? У пастора Стивенса есть прекрасный буклет, где ты обитаешь. Və Pastor Stevenson gözəl bir bukleti var. Sən harada gəzib dolaşırsan? Я собрал примерно 150 буклетов, они у меня в хранилище. Mən təxminən bir 150-yə yaxın buklet yığmışam. Я Onlar очень люблю. kitabxanamdadır. Mən çox sevirəm onu. Он глубоко разбирает истину. O həqiqəti çox dərindən araşdırır. Где ты обитаешь сейчас? Sən harada gəzib dolaşırsan? Находишься indi? ли ты в Царстве Божьем? Sən Tanrının padşahlığındasanmı? Или ты во плоти? Yoxsa cisimdəsən? Вспомни еще раз Хайфу. Yenə də Hayfanı xatırlayıram. Там очень много собак. Orada çoxlu itlər var. И собаки иногда что-то оставляют на полу. Və bu itlər olur ki, yerdə nə saxlayırlar И ты dallarıca. идешь и смотришь, чтобы случайно не наступить. Və sən də gəzərkən çalışırsan ki, diqqət edəsən, onları tapdalamayasan. Где твое внимание, этим ты наполняешься. Yəni ki, sənin diqqətin nədədirsə, onunla da dolursan. Я когда-то подумал, слушай, у меня такая эйфория была, каждая колючка цветет. Və mənim belə bir vaxt vardı ki, mən görürdüm, hər bir tikan gül açırdı. Особенно, когда ты видишь цитрусовый цветут, там такой запах. Və o zaman ki, sən sitrus ağacın meyvəsinin güllərini görürsən, oradan belə gözəl ətri я gəlir. думаю на том, что на земле. Birdən də yenə də yerə fikir где verirəm моя ki, радость? yerdə görən nə var? Где Bax, моя mənim счастье? sevincim hardadır indi? Где моя жизнь? Mənim həyatım hardadır Что indi? будет Колоссянам? Koloslara Третья глава. 3-cü fəslə nə yazır? О гордом помышляется, а не на земле. Göy, səmavilər haqqında düşünün, Что предлагает нам yerdəki şeylər Господь? haqqında yox. Bu Tanrı bizə nəyi predlagает təklif nam edir? жизнь. Tanrı bizə həyatı təklif edir. Полная радости. Tam sevinci təklif edir. Авраам, ему 85 лет, İbrahimin 85 yaşı наследника var. еще нету. Hələ övladı yoxdur. А Бог говорит, радуйся. Və Tanrı isə deyir, sevin. Радуйся, награда твоя велика. Sevin çünki mükafatın böyükdür. Представьте себе, сколько уже, 3,5 тысячи лет прошло, Авраама еще прославляют 3 больших религии. Və təsəvvür edin, 3500 ildən çox dövr keçib, amma 3 nəsil, 3 din İbrahimə izzət gətirir. Потому что этот человек поверил. Çünki bu insan iman kişisi idi. Поверил и вошел в жизнь. İman etdi və həyata daxil oldu. Однажды с Ханнелем Bir dəfə biz Xanlı мы были ilə в больнице, раньше это называлось поселок Кирова. Kirov qəsəbəsinin Разговариваем с больным xəstəxanası человеком. adlanırdı Разговариваем с больным человеком. və bir xəstə insandan söhbət edirdik. Человек молится вместе с нами. İnsan bizimlə dua edir, Лицо его начинает светиться. sifəti başlayır işıqlanmağa, şəfəq saçmağa. Очень больной человек. Çox xəstə idi. Сколько ему осталось, не знаю. Biz bilmirik onun həyatı nə qədər Он qalmışdı. вошел в присутствие Бога. O Tanrının Он hüzuruna daxil увидел, что oldu. он принят Богом. O anladı ki, o Tanrı tərəfindən qəbul olunub. У меня к вам вопрос. Mənim də indi sizə Это sualım что, var. только для новых верующих? Bu məgər yeni imanlılar üçündür? Только для тех, кто сейчас только узнал Бога? Yalnız o kəslər üçün ki, onlar indi Tanrını tanıyıblar? Или для нас с вами и моих друзей, которые давно уже верующие? Yoxsa bizim üçündür və mənim dostlarım üçündür ki, biz çoxdandan iman etmişik. Продолжаем ли мы в этом жизнь? Biz bu həyatda davam И edirikmi? сегодняшняя проповедь моя о чем? А люблю ли я жизнь? Və mənim bugünkü vəzim nə haqqındadır? Mən həyatı sevirəmmi? И не всегда. Hər dəfə yox. И тогда моя душа говорит мне, жена не даст соврать, я жить хочу.
Я произношу это вслух. Və bəzən mənim qəlbim mənə deyir ki, mən yaşamaq istəyirəm və bunu da mən möhkəmdən deyirəm. И, ну, не очень громко. O qədər də Я möhkəm для yox. себя это Özüm говорю. üçün deyirəm. Вот вспоминаю такое туристическое прошлое. Это было в 80-х годах. Və 80-ci illəri xatırlayıram. O zaman ki, mən turizmlə məşğul idim. Идешь в горах, рюкзачок у меня так небольшой был, килограмм на 30. Bir bel çantam var idi, bir 30 kiloqramlıq. Поднимаешься Dağlara в гору. qalxırdım. Вот товарищ не даст соврать. Və bu kəsdə mənə Вместе ходили. yalan deməyə qoymaz. Bir yerdə gəzirdik. О чем ты думаешь? Sən nə haqda О том, что düşünürsən? тяжелый рюкзак, Ki, ağır о çanta, том, что дыхание сбивается. o haqda ki, sənin nəfəsin kəsilir. Однажды был я на Западном Кавказе, и вот там мы идем через ущелье, и там трава. Və mən bir dəfə demək Qafqazdaydım və balaca bir cığırla gedirik və orada otluq var idi. И трава, покрытая росой. Və bu çəmənlik şehlə dolu idi. Она не по пояс, нет, она по грудь. Və o adamın sinəsinə kimi çatırdı bu çəmənlik. И я попросил, разрешите мне идти первым. Və mən xahiş etdim ki, icazə verin, ilk mən gedim. И я иду вперед. Və mən qabağa gedirəm. Весь мокрый. Bütöv olaraq После меня yaş такая olmuşam. тропа остается сухая. Və məndən sonra isə quru bir yol Я qalır. иду как ледокол и радуюсь. Və mən bir buz qıran kimi gedirəm və sevinirəm buna. Oktay улыбается, он меня понимает. Oktay gülür çünki o Мы məni с тобой başa одной düşür. крови, Və səndən eyni одного qandanıq, духа. eyni И вот ruhdanıq. смотришь, перед тобой трехтысячники, покрытые снегом. Və mən baxıram ki, qabağımda 3000 metr hündürlüklü İradəsən. dağlar var ki, qarla bağlıdırlar və İradəsən. sevinirəm. Где твое сердце? В этой тяжести, которую ты несешь, или в этой красоте? Sənin həyatın hardadır? Bu apardığın ağır çantada yoxsa bu gözəllikdə? Буклет пастора Стивенса «Где ты обитаешь?» Və pastor Stevenson bukletində yazılır ki, И sən harada это gəzib dolaşırsan? прекрасно. Никогда не надо забывать, что Бог ввел нас в Царствие возлюбленного Сына. Və heç vaxt unutmaq lazım deyil ki, Tanrı bizi öz sevimli oğlunun padşahlığına yönəldir. И мы живем в этом Царстве. Və biz də bu həyat, bu padşahlıqda yaşayırıq. Вопрос, это зависит от нас. Bu bizdən asılıdır əslində. Живем ли мы в Царстве Божьем, или мы живем в своих проблемах? Biz Allahın verdiyi bu padşahlıqda mı yaşayırıq, yoxsa öz А ведь problemlərimizdə Бог yaşayırıq? больше, чем наши проблемы. Və Tanrı bizim problemlərimizdən daha böyükdür. И что интересно, Он нас любит. Və maraqlısı da odur ki, o bizi sevir. Как вчера я проповедовал, нам надо каждый день познавать еще раз и еще раз Его любовь. Dünən vəz etdiyim kimi bizə lazımdır yenə də onun məhəbbətini kəşf edək И жить в этом. və bunda yaşayaq. Там еще время есть? Vaxtımız var elə. Я долго могу говорить. Ничего. 10 минут. 1 Коринфянам 3,16 1-ci Korinflərə 3:16 говорит, что мы храм Божий. biz yazılıb ki, biz Tanrının məbədiyik. А сейчас я хочу перейти на другой уровень. Mən istəyirəm indi biraz başqa bir səviyyəyə keçək. Я говорю, что человеку надо жить в мире хорошо, прекрасно, радостно. Mən deyirəm ki, indi insana dünyada sülhdə, sevincdə yaşamaq lazımdır. А жизнь во Христе. Və Məsihdə isə yaşamaq. Давайте подумаем, что храм Божий в нас. Gəlin düşünək bu barədə ki, Allahın məbədi bizim içimizdədir. Господь в нас. Tanrı bizim içimizdədir. Теперь я живу ради себя или ради Него? İndi mən özüm üçün yaşayıram, yoxsa onun üçün yaşayıram? Апостол Павел, Həvvari Pavel, который говорит Римлянам 16 глава 11 стих. Romalılara 16-cı fəslin 11-ci bəndi. Почитайте себя мертвым для греха и живыми для Бога. Özünüzü günah üçün ölü, Tanrı üçün canlı sayın. Этот человек для нас пример. Bu kəs bizim üçün
bir nümunədir. Пример, потому что он решил посвятить свою жизнь Богу. Nümunədir ona görə ki, o öz həyatını Tanrıya həsr etməyi qərar vermişdi. Легкая ли была у него жизнь? Həyatı asan idimi? Не скажешь так. Deməzdim. Например, он путешествовал пешком. Məsəl üçün, o piyada səyahət edirdi. Второе миссионерское путешествие. Onun ikinci missioner От səyahəti Антиохии Сирийской Antioxiyadan до Киликии, Kirikiyaya qədər через всю Турцию. bütün Türkiyəni Там keçmişdi. еще 3 высоких хребта есть. Və orada 3 böyük aşırımlar vardı. Пешочком. Piyada. У него не было особенных финансов, чтобы там транспорт, наверное. Onun böyük maliyyəsi yox idi ki, özünə Хочет bir пойти на север, дух его не pускает. və şimala getmək istəyir, Na amma yox bu, ruh не ona icazə pускает. vermir. Он идет вперед. O yalnız qabağa gedir. Зачем? Niyə? Тот, который сказал, уже не я живу, но Христос живет во мне. O kəs ki dedi, mən artıq yox, məndə Məsih yaşayır. Он хочет идти вперед для того, чтобы люди узнали Христа. O qabağa getmək istəyir ki, insanlar Məsihi tanısınlar. Чтобы люди обрели жизнь такую же, как Он обрел во Христе. Ki insanlar da onun əldə etdiyi həyatdan əldə edə bilsinlər. Он выбирает жить ради Христа. O Tanrı üçün yaşamağı qərar verir. То же самое скажу по-другому. İndi hər şeydə başqa cür deyəcəyim. Он хочет, чтобы Христос жил здесь, в этом мире, используя Его. O istəyir ki, Tanrı bu, Məsih bu dünyada yaşasın və ondan istifadə etsin bundan. 1 Коринфянам 2 глава, он говорит, что мы приносим благоухание. Люди через нас узнают Христа. 1-ci Korinfillər 2-ci fəsildə yazılır ki, biz insanlar üçün bir gözəl ətirik və insanlar bizim vasitəmizlə Tanrını tanıyır. Можем мы ли, хотим ли мы принести Иисуса Христа к людям? Biz istəyirikmi insanlara Məsihi gətirək? Того, кто хочет спасти, O kəs ki, xilas etmək istəyir. того, кто хочет дать жизнь людям. O kəs ki, insanlara həyat vermək istəyir. И тогда он решает так, что уже не я живу, Христос живет во Və мне. onda o qərar verir ki, artıq mən yaşamıram, Məsih məndə yaşayır. Он из Македонии, потом на территории Турции, он собирается в Иудею. Və o budur, Makedoniyadan sonra Türkiyənin arasından keçərək Собирается в Иудею. Везде его предупреждают, что Yahudiyaya тебя ждут gəlmək istəyir такого. və hər kəs də ona xəbərdarlıq edir ki, Я выбираю послужить Христу. getmə, amma o deyir ki, mən qərar verirəm ki, Даже- Məsihə xidmət edim. Даже когда Феликс, после того, как он 2 года в Кесарии сидел в тюрьме, Феликс хотел его отпустить за деньги. Он говорит, я хочу сюда Кесаря. Hətta 2 il Qeysəriyyədə o həbsdə olarkən Felix onu buraxmaq istəyir pul еще əsasında. mог? Amma o isə deyir ki, yox, mən Кто Qeysəri еще görmək мог istəyirəm. перед Кесарем свидетельствовать о Христе? Kim başqa kim bunu Qeysərin qabağında Məsih haqqında şəhadət edə Тяжелая bilərdi? жизнь служителя. Çətin idi xidmət etmək. 3 раза он тонул. 3 dəfə boğulmuşdu. 4 раза ему по 40 плечей давали. 4 dəfə ona 40 qamçı vurmuşdular. 1 раз побили камнями. Bir dəfə С daşlamışdılar. какого только города его не гнали. Hansı şəhərdə qalmamışdı ki, onu qovmasınlar? Когда он Филиппов, Filipdə olarkən избитый, döyülmüş, посажен в тюрьму, а потом в карцер, и он уже скрюченный в колодке, döyülüb, həbsə qoyulub, sonra karserə qoyulub, artıq bükülmüş, и он прославляет Бога. o Tanrıya izzət Он еще gətirir. не знает, зачем Бог позволил, чтобы это произошло. O hələ də başa düşmür ki, nəyə görə Tanrı icazə verdi ki, bunlar baş versin. Но он здесь в tюрьме ради одного человека. Amma o burada həbsdə bir insan üçündür. Этого стражника, тюремного стража, Bu həbsxananın gözətçisi üçün. который стал потом частью основания церкви. Hansı ki, sonradan kilsənin
təməlini, o quranlardan biri oldu. Человек радуется. İnsan sevinir Он радуется того, что Бог использует его. və o sevinir ki, Tanrı onu istifadə edir. Он радуется победе Божьей. O Tanrının qələbəsinə sevinir. Мое сердце часто говорит мне, Mənim ürəyim çox tez-tez mənə xatırladır, жить хочу. yaşamaq istəyirəm. Я хочу жить жизнью Иисуса Христа. Mən İsa Məsihin həyatını yaşamaq Когда istəyirəm. Иисус здесь, O zaman ki, İsa bax buradadır и когда мы позволяем Ему жить в этом мире, və bu dünyada ona yaşamağa biz icazə вот verərkən, где наша жизнь, вот где наша радость. bax burada olur bizim həyatımız, bizim И в sevincimiz такой момент мы можем действительно прославить Бога. və bu elə bir andır ki, həqiqətən də biz Tanrıya izzət gətirə Не bilərik. только устами, но своей жизнью. Təkcə dodaqlarımızla deyil, amma öz həyatımız Давайте var. помолимся. Gəlin dua edək. Господь, спасибо Тебе Ya Rəbb, minnətdarıq sənə. за то, что Ты ценой страданий дал нам жизнь, Ki, sən istirablardan keçərək bizə həyat verdin, вечную жизнь. əbədi həyat. Ты освободил от того, что нас мучило. Bizə əziyyət verən şeylərdən bizi azad etdin И Ты сделал нас детьми Божьими, və bizi Allah övladları adlandırdın. наследниками Божьими. Allahın varisləri Спасибо adlandırdın. Тебе за все. Minnətdarıq sənə. Благослови нас, Господь. Xeyir, dua ver bizə. Освобождай нас от всего, что мешает нам жить. Bizə yaşamağa maniçilik edən hər şeydən azad et. Ведь для этого Ты умер на кресте. Çünki bunun üçün sən çarmıqda И öldün. наполняй нас радостью. Bizi öz sevincinlə doldur, həyatla. Если здесь кто-нибудь или слышащий в интернете еще не принимал Иисуса как личного Спасителя, Əgər burada olanlardan və ya internetdə siz hələ də İsa Məsihi öz şəxsi xilaskarınız kimi qəbul попросите etməmisinizsə, Бога вместе со мной. mənimlə bərabər Tanrıdan xahiş edin. Господи, я знаю, что я грешный человек. Ya Rəbb, bilirəm ki, günahlı kəsəm И я нуждаюсь в Тебе. və səndə ehtiyacım var. Твоей милости, любви, благодати. Sənin lütfündə, mərhəmətində, məhəbbətində. Спасибо Тебе, Иисус, Ты умер за меня, Minnətdaram İsa ki, mənə görə öldün, чтобы дать мне вечную жизнь. ki, mənə əbədi həyat verəsən. Я принимаю ее из Твоих рук. Və bunu sənin əllərindən qəbul edirəm. И прошу Тебя, сделай меня Твоим учеником. Və xahiş edirəm ki, məni də öz şagirdin et Приведи живую церковь. və canlı kilsəyə gətir. Я ежедневно хочу познавать Твою любовь и благодать. Hər gün sənin lütfünü və məhəbbətini tanımaq istəyirəm. Во имя Иисуса Христа. Аминь. İsa Məsihin adı ilə amin. Спасибо. Minnətdaram.